Dostlar, şəhər adamı ilə biz davam edirik və çox maraqlı bir insan, çox maraqlı bir qonağımız var. Eltac Həsənov, Çin dili müəllimidir. Çin dilini Çində öyrənib. Yoxsa burada öyrənmisiniz Eltac? Həm burada, həm Çində. Rica edəcəm bir balaca mikrofona yaxın oturaq. Təşəkkürlər. Deməli, həm burada, həm Çində öyrənmisiniz. Amma burada öyrənmək kifayət eləmədi deyə Çin dilini getdiniz Çində öyrənməyə, yoxsa? Sadəcə təsadüf oldu. Yəni həm yeni ölkə, yeni səfər, yeni maraqlar ola bilsin. Yəni bu şəkildə elə alındı. Maraqlı bir məsələdir. Ümumiyyətlə Çin dilini bu dəqiqə öyrənmək istəyən kifayət qədər çox ölkədə insanlar var, sərf verməmsə. Düzdürmü? Belə bir trend var ki, artır. Bu da yəqin ki, Çinin dünya iqtisadiyyatında rolundan asılıdır və hamısı can atır ki, oraya gedib 5-3 manat alver eləsin də bizim el arasında desək, Çinlə bağlı. Mən Çinlilər haqqında sizdən sual verəcəm. Ümumiyyətlə necədirlər və nələrə fikir vermək lazımdır onların ünsiyyət zamanı. Amma gəlin bir sualı verim. Az əvvəl də sizdən danışırdıq reklamlardan əvvəl. Çin dilini öyrənmək çətindir yoxsa yox? Sualın... Çünki ilk baxışdan sən heç nə başa düşmürsən. Sənə bir hələ bilirsən ki, yəni bir məntiq öyrənəcəksən də hal-hazırda. Baxın, burada biz iki nöqtəvi nəzərdən baxa bilərik. Birincisi sadəcə danışıq öyrənmək, insanlarla ünsiyyət məqsədli, digəri isə akademik, hansısa bir işlər görmək bu dildə və s. Başlayaq akademikdən, daha çətindən. Bəli, akademik yetərincə qədər çətindir, çünki bizim dil, yəni bizim dildə əlifba yoxdur. Hierogliflər var. Yəni hieroglif bizdə simvollardır, piktoqramlardır. Şəkildən törəmə bir, yəni hieroglif şəkildən törəmə bir yazı formasıdır. Və bu yazını, bu hieroglifi biz sözləri öyrəndikcə yadımızda saxlamalıyıq. Yəni sözlərin deyilişini və onun görünüşü necə yadımızda saxlamalıyıq. Yəni bir sözdə yaddaş güclü olmalıdır. Çin dilini öyrənəndə. Yaddaşı gücləndirir. Gücləndirir. Bəli, belə deyək. Və bu da necə? Yəni bunu toplayırıq və hər zaman təkrar eləməyə gərəkliyi var. Çünki biz unuda bilərik. Hərf misal üçün 33-dür, 32-dir. Bunları yəni yaddan çıxmır. Gözümüz görür. Hieroglif isə yaddan çıxa bilər. Ona görə hər zaman bunu təkrarlamaq lazımdır. O ki qaldı danışıq, yəni primitiv də öyrənmək üçün bu elə də çətin deyil. Çünki dilimiz ingilis dili, rus dili, alman dilindən, Azərbaycan dilindən fərqli olaraq şəkilçisi yoxdur, yəni amorf dildir. Bu da bizə nə imkan verir? Biz sadəcə cümlə strukturunu, quruluşunu bilək, sözləri, uyğun sözləri yerləşdiririk və bu şəkildə də cümləni alırıq və artıq danışmağı bacarırıq. Maraqlı məsələdir. Yəni şəkilçi yoxdur deyəndə ki, yəni orada şəkilçi yoxdur. Yəni mən getmək məktəb. Mən getmək məktəb. Okey. Yəni məktəb sözü dəyişməyəcək. Mən getmək məktəb. Bəli, keçmiş zaman misal çox vaxtı zaman haqqında soruşurlar ki, zaman necə tənzimlənir? Sadəcə zamanın özünün xüsusi sözləri var. Yəni misal üçün l və yaxud qo. Bunları əlavə edirsiniz feildən sonra artıq fikrinizi keçmiş zamanda ifadə edirsiniz. Və həm də zaman bizdə yəni sözləri var, zərfləri var. Bunlardan da istifadə edib fikrinizi ifadə edə bilirsiniz. Qaytaraq siz Çinə. Çində harda təhsil almısınız? Çində Çinda Universiteti var, Şandong vilayəti. Konfutsi tanıyırıq ki, bəli, vətəni. Bəli, vətənidir. Orada yaşayıbdı uzun müddət. Yəni bu şəkildə orada da tələbələrinə də həmin o vilayətdə dərsini deyir. O şəhərə daxil olanda hər şeyin fəlsəfi olduğunu gördünüz yoxsa yox? Yəni o apaba var idi. Çində o biraz Bakıya bənzəyir. Bəli, həm də Bakıda böyük fəlsəfə var. Yəni biz həm də onu tapa bilməmişik, özümüzdə kəşf eləməmişik. Okey, Çində həm dəniz kənarına yaxındır, həm də bizdə Bakı bulvarı kimi belə deyək də, yəni dəniz kənarı bir ərazi var. Çındada da o bənzəyir. Orada da bulvar var. Orada da bulvar var, bəli. Bənzəyir o barədə, şəhəri bənzədirəm. Orada da, misal üçün bizdə Qobustana tərəf gedəndə biraz dağlıq ərazilər var. Orada daha hündür ərazilər var əlbəttə ki. Yəni orada da dağlar var, hətta biraz getsəz meşələr, yəni gözəl təbiəti var. Çinə ilk dəfə gedən dostlar və hətta dostlarımızın içində bəzi tələbələr də var ki, orada sizin kimi təhsil alıblar. Gileyləndiyi bir məsələ var ki, qidanı biraz öyrəşmək və özünə uyğun qida rasionu tapmaq çətin məsələdir. Düzdür bu yoxsa yox, amma çünki mən dünyaya hər şey istehsal eləyən ölkədə inanmıram ki, orada qida ilə bağlı nəsə də problem olsun.
Belə deyək. Yoxsa siz burada artıq alışmışsınız. Özünüzü necə beyninizi proqramlaşdırmış ki, ora gedəndə mən bilirəm nə yeyəcəm. Əslində əlbəttə ki, burada dəfələrlə dadmalar və s. insanı adaptasiya edir. Yəni o barədə çətinliyi elə çox salmır, amma insandan insana da fərq var. Əsas problem insanlar düşünürlər ki, bu halal məhsulla, yəni misal üçün, yəni donuz olmamasıdır və s. Bir çox şəhərlərdə və hətta yerlərdə bu problem yoxdur. Və xüsusilə də yəni şəhərlərdə heç bu problemlə rastlaşa bilməzsiniz. Fərqli məhsullar var, istədiyiniz şəkildə, yəni çeşid. Hal-hazırda problem yoxdur. Bax tələbə olmusunuz orada. Mən bir sualım var. Yəni Çinlilər biz videolarda müxtəlif görürük ki, xarici görünüşü biraz fərqli olan, dərisi fərqli olan insanlar gələndə onlarla şəkil çəkdirməyi xoşlayırlar. Yəni bunu hiss elədiniz orada bir tələbə olaraq şəhəri çıxıb gəzəndə. Yoxsa bu sadəcə internetdə gəzən bir mifdir? Yox, elədir ki, var, bəli, şəkil çəkdirirlər. Məndə də şəkil hər dəfə səfərlər olanda. Adam deyir özünü orada Brad Pitt hiss eləyir, bir ulduzdur. Elədir ki, var, hə. Həm də xüsusilə də Çincə danışsaz və yəni xarici olaraq olarsınızsa, bəli, yəni orada zaman daha Brad Pittə yaxınlaşmaq imkanınız daha çoxdur. Gözümün üstə yeri var deyirlər də, daha hörmətli qonaq olursunuz. Bəli. Yəni Çinlər o barədə qarşı tərəfə hörmət, ümumən onlar belə fərqli yanaşırlar belə. Məsələn, bizə biraz o qəribə gəlsə də, Çinlər əksinə hörmətdir və s. onların o hardasa belə deyək dini bir mədəniyyətidir. Çox maraqlı məsələdir. Bura bir neçə dəfə Çindən qonaqlar gəlib. Sadəcə mən bir dəfə düzdür deyirlər ki, rus ingiliscə bilənlər var orada. Amma bura mən bilmirəm, mənim bəxtimdəndir yoxsa nədirsə. Yəni heç bir dili bilmirlər, yalnız öz dillərində danışırlar və ümumiyyətlə onlar o qədər xarici dil öyrənməyə meylli deyillər. Bəli, xarici dilə öyrənmək meylli. Bunu onlardan gələn smartfonların tərcüməsinə baxanda da ilk əvvəllər başa düşmək olurdu ki, o qədər xarici dili öyrənməyi sevmirlər. Maraqlıdır. Bəli, əslində burada iki faktor var. Birinci faktor özləri ilə yetərincə qədərlər 1.7 milyard əhali. Yəni məncə tam Azərbaycan deməyə başqa bir ölkələr olsun, yenə də əhali baxımından daha azdılar. Ona görə tələbat gərək, yəni tələbi yox idi, tələbat yox idi. İkinci məsələ bu sizin dediyiniz sual yadımdan çıxdı. Ki, yəni xarici dildə bilirlər. Sizin qonaqlarla bağlı, Çinlilərin bura gəlməyinə. Çünki Azərbaycana xüsusilə, yəni bunu deyə bilərəm ki, elə bir Çinlilər gəlir ki, hansı ki nə rus dilini danışa bilir, nə ingiliscə. Səbəb çünki bilənlər gedirlər ya yəni rus dilli ölkələrə və yaxud ingilis dilli ölkələrə. Bura gələnlər nə o nə bundan olurlar. Daha deyir alverin böyük olduğu yerlərə gəlirlər, dili bilərlər. Yaxşı, mənim bir sualım var isə, bax həmin universitetdə oxuduğunuz zaman siz gəldiniz, özdə yeri gəlmişkən Çin dövlət proqramı ilə getmişsiniz. Yəni mən dediniz bu barədə sual nədən ibarət? Orada müxtəlif Çinli yəqin ki tələbə yoldaşlarınız olub və ya da Çinli müəllimləriniz olub. Yəni onları bizdən nə fərqləndirir ki, onlar bu qədər dünyanı yəni dəyişə bildilər, iqtisadiyyatda və biznesdə uğurlu oldular. Bax, siz onu çözə bildinizmi? Bu əslində bir tarixə baxarıqsa bəlli olur. Birincisi, Çində təhsil sahəsi çox zəif idi. 1964-cü ildə Çin Xalq Respublikasının rəhbərliyi qərar vermiş ki, gəlin bizdə ənənəvi hieroqliflər var və sadələşdirilmiş. Bəli, dövlət qərara gəldi ki, gəlin biz ənənəvidən keçək sadələşdirilmişə. Və bu proses 10 illər ki, hər kəs təhsil ala bilsin, oxuya bilsin. Yəni səbəb də o idi ki, əhalinin o vaxtda 85%-i yazıb və oxumağı bacarmırdı. Yəni Çin üçün bu normal bir statistika idi. İqtisadi baxımdan ölkə çox pis vəziyyətdə idi. Afrikanın ən pis belə ölkələrindən iqtisadi durumda eyni durumda idi. Və üzərindən neçə 61 il keçir, 2025-ci ildəyik sizlə. Yəni görürük ki, Çin təhsil baxımından, elə mən indi öz belə deyək, bizim sektordan baxıram, təhsil baxımından inanılmaz addımlar atıbdı. Bəzən bunu digər ölkələrə də bildirirlər, tam ki, Azərbaycan olsun, hansısa bir digər ki, Avropa misal üçün 300 ilə gəlib bu yola və s. Amerika 300 il. Yəni Çin bu yolu 50 il elədi. 50 illik addımlarla gəlib indi Çinin dünyanın top 100 universitetində yəni 15-ə yaxın, 10-a yaxın universiteti var. Bu da yəni inanılmaz bir addımlardır. İkincisi bu iqtisadi əlbəttə ki. İqtisadi dəyişimdir. Çində kommunizmdir bizim bildiyimizə görə
və onlar birincisi Sovet İttifaqının sistemi ilə gedirdilər. Daha sonra Çinə digər dövlət xadimi gəldi, Deng Xiaoping. Deng Xiaoping bütün iqtisadiyyat sistemini dəyişdi, azad portlar yaratdı, şəhərlər, vergidən azad olan şəhərlər, ərazilər və ondan sonra artıq xaricilər, yəni ölkə xaricindən böyük maliyyələr gəldi və nəticədə Çin göz qabağındadır. Həmin Çində gördüyünüz yeni şəhərlər, onlar xaricilərin maliyyə ayrılması nəticəsində formalaşmışdır. Bax deyirsiniz onların təhsildə daha irəlidədirlər. Yəni bizim təhsil sisteminə onların təhsil sisteminin yəni ən başlıca maraqlı məqamlar nədir ki, oradan götürüb burada tətbiq eləmək istəyirsiniz? Okay, çətin sualdır. Bunu belə birdən bildirmək çox çətin olacaq, amma yəni burada həm insanın və yaxud millətin spesifikasını və sistemdən ortada gələn bir formatdır. Spesifika dediyim tutalım ki, Çin məktəblərində tələbələr, yəni orada yetərincə qədər sərt bir rejimdir. Tələbə gəlir məktəbli, misal üçün gəlir məktəbə, dərslər başlayır saat 8-də. 8-dən əvvəl mütləq dərs başlamamışdan əvvəl 1 saat, yarım saat probyeşkadır, yəni qaçışdır, idman eləməkdir ki. Yəni səhər-səhər idman edirlər. Bəli, səhər-səhər. Çinli məktəblilər. Bəli, yəni bizdəki kimi 3-cü dərsdən 4-cü dərs arasında bir idman dərsi yoxdur da, belə deyək. 3-cü, 5-ci dərs. Bəli, yəni bu xüsusi sağlamlıq üçün faydalı olan, yəni cəmiyyət üçün bu idman məsəl dərs məqsədi. Bizdə Azərbaycan dili bitir, tutaq ki də misal üçün, sonra idman başlayır, sonra gəlsən riyaziyyata, artıq riyaziyyata gəlib çatanda sən idman eləmirsən axı. Məktəblisən, xüsusi bizdə də belə olub. Təhrəmisən və s. və axırı oxumaq istəmirsən. Yəni riyaziyyatı artıq yazmaq istəmirsən. Yəni nəzərə alınmalıdır bu məqamlar. İkincisi və davamını gətirim və axşam saat elə ola bilər ki, indi məktəbin sistemindən asılıdır. Elə məktəblər var ki, tələbə tam orada olur. Saat 10-da bütün işıqlar sönür. Biz bir neçə tələbələr göndərmişik. Bizim misal üçün tələbəmiz var Nankay Universitetində. Yəni onun daxilində məktəbdə təhsil alır hal-hazırda. Dünyanın yəni çox məşhur bir universitetidir. Orada misal üçün işıqlar saat 10-da tələbə deyir ki, sönür, yəni və s. Məktəbdə sönür. Məktəbdə sönür, bəli, siz və artıq məcbursunuz ki, yatasınız, yəni ki, səhərə tez durasınız. Yəni bu sistemlik tələbələrə uğur imkan verir. Çünki bilirik ki, ən əsas, yəni təhsil olsun, digər qeyri təhsil sektoru olsun, sabitlik olmalıdır. Sabitlik olarsa nəticədə gələcəkdir. Biraz ciddi və sərt, mən belə başa düşdüm. Çinlilər ümumən, bəli, bu yəni baxış bucağında o barədə daha yəni çalışırlar ki, belə iş görsünlər. İş görsünlər. Praktik olaraq yəqin çox məktəblərdə olmusunuz. Yoxsa universitetlərdə bəli olmuşam, məktəblərdə daha az. Universitetlərdə bir məsələ var da, biz daha çox universitet kənarında söhbət edən tələbələri görək, əfsuslar olsun ki, yəni mənim dövrümdə ən azından bu, yəni belə idi ki, dərs maraqsız fənlər və s. və axır olur deyə daxil olmurduq. Ümumiyyətlə, misal üçün siz Çin dilini öyrənəndə mənə maraqlıdır. Hansı fənləri əlavə olaraq sizə öyrədirdilər? Yəni yalnız Çin dili öyrənirdiniz orada, yoxsa digər fənlər də var idi ki? Yox, digər fənlər dedikdə bizdə ədəbiyyat, dilə bağlı. Çinin ədəbiyyatını oxuyurdunuz. Okay. Bəli, bir də dilə bağlı ümumən fənlərdir. Məsəl üçün danışıq, dinləmə, oxu, yazı, sonra məsəl üçün bizim heroqliflərin açarları var, yəni hissələri, o hissələrinin dərsi, yəni bu şəkildə. Başqa bir fənlər əlavə yadıma gəlmir. Mədəniyyətlə bağlı fənlərdir, fərqli. İndi onların adları mən çəksəm belə maraqlı olmaz. Biz başa düşməyəcəyik onsuz da. Çanqan da yeri gəlmişkən Çin modelidir. İndi bir dənə sual verim. Ertaca keçməmişəm, birdən yadıma düşdü. Bir neçə dostum var ki, Çinə səfər edib gediblər. Oradan videolar atırlar. Deyirlər Çində Çin avtomobili sürmürlər. Yəni bu həqiqətən siz olduğunuz şəhərdə Çinlilər öz istehsal etdiyi öz avtomobilləri idarə edirlər yoxsa yox? Baxın, indi o yaxşı dediniz. Axşam, yəni Çinə səfərim vaxtı, son səfərim vaxtı dekabrda olmuşdu. Yox, dekabrda yox, yay aylarında olmuşdu. Bu son yayda. Guangzhou şəhərində idim. Dedim ki, baxım görüm neçə maşın keçəcək. Statistika. Bəli, 50 maşından 35-i
Çin maşını idi və ən əsası da bir çoxsu, yəni yaşıl nömrəli idi. Bu demək ki, yəni onlar benzindən işləmirlər, ancaq elektriklə. Ancaq elektriklə işləyirlər. Deməli, Çinlilər də öz avto sənayesinə artıq etibar etməyə başlayıblar. Bəli. Çünki gördülər ki, bütün dünyaya satılırlarsa, dedilər niyə görə biz özümüz idarə etməyik. Maraqlı məsələdir. Misal üçün Pekində olanlar isə tamam fərqli bir mənzərə mənə göndərmişdilər, yəni paytaxtda. Ki orada o qədər də çox deyil. Düzdür. Hərçənd bilmirəm orada qiymətlər necədir avtomobili özlərində daxildə. Yəni əgər bizdə məntiqlə mən düşünürəmsə ucuzdursa, orada qat-qat ucuz olur. Bəli, elədir ki, doğru. Tamam. Onda qayıdaq bir məsələ. Mən dediyim məsələyə ki, orada mədəniyyətdə nəsə belə deyək də wow bir effekti verdi, heyrətləndirdi. İxtisasım Çinşünas olduğuna görə elə böyük belə deyək də qeyri-adi wow bir məqamlar yadımda deyil, xatırlada. Çünki artıq hər şeyi biliriz onlara. Bəli, yəni hər şey deməsək də nəsə bir məqamın, yəni hansısa bir situasiyanın cavabını tapmaq olardı. Öz-özünə bir sual verib anlamaq olardı. Amma belə bir məqam, yəni Çinlər ümumən çox diqqətli idilər. Bəzi elə detallar var ki, heç adam düşünür ki, bunu nəyə görə düşünürlər. Tamam ki, indi belə bir sual verəcəm. Mən də sizə sual verim. Okay. Tamam ki, zibil qabı və zibil qabıya tellə ya iplə belə deyək butulka bağlanır. Daxilində də sudur misal üçün. Belə biraz səliqəsiz şəkildə, amma yenə də var. Yəni bunun məqsədi nədən ibarət ola bilər? Suyun iki məqsəd mən belə başa düşürəm. Ya orada olan əgər suya ehtiyac olarsa, deyək ki, əliniz batıbsa və s. və axırsı ondan istifadə edə bilərsiniz. Mən belə başa düşürəm. Bəli. Ki siz axı zibil yeşiyinə yaxınlaşdıq ki, atdınız nəsə Çin sousu dağılıbsa əlinizə nəm salfetkanız yoxsa o sudan istifadə edə bilərsiniz. Və ya ola bilsin ki, heyvanları susuyublarsa onları içizdirmək üçün. Hər ikisi səhvdir. Okay. Yəni yaxşı cavablardır, amma cavab isə Çinlər heç bu qədər düşünməyiblər. Ola bilsin, bəli. Əsas məqsəd burada təhlükəsizlikdir ki, əgər zibil yeşiyində hər hansı bir yanğın baş verərsə, bəli, yəni suyu ora tökmək. Yəni sadəcə Çin bəzi yerlərdə, hətta bir çox yerlərdə belə yəni detalları düşünürlər. İndi siz daha çox belə hörmət barədə, köməkli barədə, amma burada sırf təhlükəsizlik. Bəli, və bir çox yerlərdə bu nəzərə alınır. Maraqlı bir məsələ idi. Yanğın baş versə o yanğını söndürmək üçün. Heç ağlıma gəlmədi sözün açığı. Amma indi düşünməyin ki, akademik suallar verəcəm yalnız sizə. Çinin mədəniyyəti və s. Siz fikir fəlsəfə. Yox, əzim, gəl düşək bir balaca məişət suallarına. Bir Çinli ilə alver eləmək istəyiriksə, ümumiyyətlə ona necə yaxınlaşmalıyıq? Siz yəqin ki, ümid edirəm ki, çox sahibkarlarla bərabər Çinə getmisiniz. Mən özüm təhsil sahəsində olduğuna görə bu məqamları yəni qiymətləndirmirəm, amma hansı bir təklif olsa düşünmək olar. Aha. Bəli, belə sahibkarlardan çox, yəni sahibkarlara biz dərslər deyirik akademiyada. Və dərslərdə onlara necə şəkildə nə versinlər, onlar düzdür. Bəziləri bizdən çox qat-qat yaxşı bilirlər. Yaxşı bilirlər. Bəli, amma indi Çin dilində də mədəniyyət məqamları var. Əsas burada xüsusiyyət nədir? Birincisi, öyrənməklərin də məqsədi insanla ünsiyyət olmaq üçün, onu anlamaq üçün gərək dil öyrənmək lazımdır. Və hər hansı bir primitiv bilikləriniz də olsa belə, qarşı tərəf sizə rəğbət, hörmət verir və bu da nəticədə ticarətçinin əlinə belə deyək bir imkanlar verir ki, daha məhsulu uyğun qiymətə alsın, yeni imkanlar formalaşdırsın özü üçün və s. Belə yəni. Çinin bütün bölgələrində deyirlər ki, yəni hərəsi bir cür fərqlidir. Deyək ki, siz əgər avtomobil almaq istəyirsinizsə, nə bilim, çılçıraq almaq istəyirsinizsə, bu şəhərində olmalısınız. Və deyək ki, nə bilim, elektrik malları axtarırsınızsa, məişət tenkası axtarırsa bu şəhərdə olmalısınız. Yəni bu həqiqətən də belədir. Yəni müxtəlif şəhərlərdir, yoxsa qarışıqlıq var orada? Bəli. Yəni əlbəttə ki, hər məhsulu hər şəhərdə tapmaq olar. Kiçik miqdarda, amma söhbət yəni bu böyük ölçüdə, üzr istəyirəm, böyük miqdarda nəzərdə tutulursa, əlbəttə ki, şəhərin, həmin o şəhər o işlə məşğuldursa, orada rəqabət də böyükdür, qiymət imkanları fərqli ola bilər. Ona görə də bəli, doğrudur. Yəni bu bizdə misal üçün Azərbaycanla paralel yaparsam, meyvələrlə
və yaxud məhsullarla müqayisə edir. Məsəl üçün Göyçayın narı. Ha. Yəni bu şəkildə Bu bəli. nöqteyi Yəni narı nəzərdə. siz başqa yerdən də, Hə. Bakıdan da Ala becərə bilərsiniz. bilərsiniz. Amma əsası ora. Bəli, əsası oradır. Yəni Əla hamı bir Göyçay. məsələ idi. Bəli, bu şəkildə. Əla bir məsələyə toxundunuz. Bir də sual verim, həmişə bu məsələni deyirlər, bizə qonaqlar gəliblər Çində olanlar, səyahət edənlər, amma siz Çində təhsil almısınız və orada olmusunuz. Deyir, Çində heç vaxt sənə deyilən qiymətdən razılaşma. Hətta böyük ticarət mərkəzinin belə özündə olsan belə, onun dediyi, səsləndirdiyi qiymət son qiymət deyil. Yəni onunla belə deyək də qiymət davası apar. Yəni bunlar qəsdən özləri belə eləyirlər və bilirlər ki, artıq şərqdir də, yəni burada alver məsələsi var da. Neçə versiniz tutaq ki də, misal üçün, nə bilim, atıram bu kağızı, bu dəftəri deyəcək 5 manat, desən yox 3 manat verim, götürüm. Yəni bu aksiyon özünü təsdiqləyir yoxsa yox? Əlbəttə ki, çünki biz misal üçün bəzən Azərbaycan ticarətçilərini xüsusilə vurğulayırlar ki, bizim ticarətçilər bacarıqlıdır və sair, mən də razıyam bu sözdən. Bu qiymət salmaqda. Yox, ümumən, yəni bizim belə deyək, ticarət bacarığı yetərincə qədər yüksəkdir. Amma Çini də biz belə deyək, tarixə də yenə gediş eləsək, İpək yolu Çindən başlayır. Bəli. Yəni Çin bizdən də təcrübəlidir. Və onların, yəni bu siz də qeyd etdiyiniz kimi tam doğrudur. Əlbəttə ki, indi get-gedə standart qiymətlər formalaşır. Amma əgər ticarətdən söhbət gedirsə, siz hər hansı bir məhsulu bir neçəsini alırsınızsa, bu özünü doğruldur. Bəzən neçə qat qiymət, yəni formalaşdırırlar. Bunu da yəni hər kəs bilir ki, aşağı salmaq mümkündür. Çinin 2 şəhəri var, Siyan və Yivu, bilməm orada. Siyan və Yivu. Siyan? Hə, bəs belə demək lazımdır. Siyan yaxşı məsələdir, çünki mübahisə eləyirik. Bir məşhur bir Çinin tanınmış mobil telefonu var. O da ingilis dilində mən icazənizlə səsləndirim, çünki Çin bilməm. X-lə başlayır da, belə deyək. X, I və digər. O Xiaomi-dir yoxsa yaxşı qoy deyim də, Xiaomi-dir. Necə o düzgün? Xiaomi hələ Xiaomi-dir yoxsa nədir? Onun düzgün tələffüzü nədir? Okay. Bu əsl elə yerində olan sualdır məncə. Bəncə hamı bunu bilməlidir. Baxın, gəlirəm yenə mən ümumən söhbətlərdə tələbələrimizlə işdə müqayisə eləməyi xoşlayıram, çünki o zaman aydın olur. Bayaq məsəl üçün nar məsələsi kimi. Çin böyük ölkədir, Azərbaycan kiçik. Bunu nəyə gətirirəm? Azərbaycanda ləhcələr var. Misal üçün Qarabağ ləhcəsi var, Gəncə ləhcəsi var, Bakı ləhcəsi var. Bəli, yəni fərqli zonalarımızdan. Bəli. Azərbaycan, yəni dediyim kimi təkrar edirəm, kiçik ölkədir. İndi gəlin Çinə gedək. Çin Azərbaycandan isə və böyükdür. Yəni bunu mən bilmirəm, amma yəni həddindən artıq çox böyükdür. Və nəticədə nə formalaşır? Yəni orada da ləhcələr var. Və şimal tərəf bunu X hərfini bizim, yəni transkripsiya əsasında S-ya daha çox S hərfinə səsləndirməyinə, yəni bənzəyir. S. Xiaomi, bəli. Xiaomi, bəli, əslində vurğu ilə desək belə. Amma cənub tərəf o X hərfinə Ş-ya bənzər bir hərf səsləndirir. Yəni də hər kəsin indi deyiliş bacarığına əsasən Xiaomi də deyə bilərlər, Xiaomi və yaxud Xiaomi, yəni nəsə bir ortada. Ona görə S, Ş problem deyil. Tam Ş da demək doğru deyil. Yəni mən şimalı təhsil aldığıma görə, ümumən Pekin paytaxt şəhər olduğuna görə və şimalda yerləşdiyinə görə əsas dil şimal danışığı gedir. Ona görə Xiaomi daha doğru olacaq. Maraqlı məsələdir. Çox sağ olun. Və bir dinləyicimiz də yazıb bizə sual ki, salam aleyküm salam. Çin dili deyir, çox çətindir. Deyir, yəni sualdır da bu. Bəs öyrənmək nə qədər vaxt alır? Ortalama, ümumi adi danışıq dilindən söhbət gedir. Bir də öyrənməyin ən asan yolu hansıdır? Okay, deməli, Çin dilini öyrənmək çətin deyil. Bayaq vurğuladığım kimi şəkilçi yoxdur. Ona görə sözləri öyrənirik, praktika edirik, cümlə strukturunu bilirik, cümlə hazır. Sadəcə biraz danışmaq lazımdır və dinləmə. Əsas məsələ. Yəni hər dil dinləməni tələb eləyir, praktika ki, qarşı tərəfi anlamaq üçün. Bəzən bizim elə iş adamları deyim, ola bilsin dillə məşğul olmayan insanlar düşünürlər ki, okey, mən sözü öyrəndim, gedib danışacağam. Danışır, amma o dialoq yox, monoloq olur, çünki qarşı tərəfi anlamır. Ona görə biz qarşı tərəfi anlamaq üçün də müvafiq addımlar atmalıyıq. Ortalama vaxt desək, yəni primitiv danışıq üçün 4-6 ərzində
yəni sadə primitiv danışıq etmək mümkündür. Bu da intensivlikdən asılıdır. Mən sizə təqdim etdiyim bizim yəni mərkəzdə olan praktikadan. Yəni buradan əsaslanaraq bunu bildirirəm. Əgər tələbə çalışırsa bizim olubdu uğurlarımız ki 3 aya, 2 aya hansısa bir baza 150-200 söz ki gedib orada özünü itirməsin. Yəni müvafiq bir çətin məsələlərdə öz həllini tapsın. Bunu onu deyə bilsin. Yəni bu şəkildə. Bir məsələ də yadıma düşdü. Düzdərkən bütün Çin haqqında o sualı verməyəcəm. Mən sizin yaşadığınız və təhsil aldığınız şəhər haqqında o sualı vermək istəyirəm. Çünki bütöv ölkə haqqında düzgün deyil o fikri formalaşdırmaq. Və məsələ nə yerdədir? Biz adətən 90-cı illərin əvvəlinə falan baxanda, filmlərə baxanda, xüsusi olaraq belə bu bayevik janrı da belə deyək, mübarizə janrı falan gördük ki, həmişə Hollywood filmləri Çinliləri daha çox qara-qura işlərlə, mafiya və s. və axır bu işlərlə məşhur olanlar kimi yəni təqdim edirdilər və o cümlədə Amerika Birləşmiş Ştatlarında mən onda Chinatown və s. və axır həmişə orada nəyinsə mübarizəsi gedir və kimisə qabaqlamalıdır. Məsələ ilə gedir. Çin ümumiyyətlə öz-özlüyündə təhlükəsizdirmi, yoxsa yox? Okay. Birinci məqamı qeyd etmək istəyirəm ki, dediyiniz o bütün filmlər və s. çoxsu Hong Kongda çəkilirdi. Hong Kongda xüsusilə yəni İngiltərə tərəfindən 99-cu ilə qədər İngiltərədə olduğuna görə bu yəni məqam daha çox məncə İngiltərənin Hong Konga verdiyi, yəni hardasa azadlıq, yəni rahatçılıq və onun da nəticəsi belə mafiya mübarizələri. Çində o daha qat-qat daha az idi. İndi hal-hazırda əgər söhbət aparırıqsa, yəni Çin dünyanın bəlkə də yəni top 3 təhlükəsiz ölkələrindən biridir. Niyə? Çünki dünyada, yəni Çin kameraların dünyada ən çox olan yerdir, ölkədir. Və bu da qədər kamera istehsal edib dünyaya satırsa özündə niyə olmaz? Bəli. Bu da təhlükəsizliyi təmin edir. Bu da əladır əslində. Onun neqativ məqamları var, biz anlayırıq. Yəni hər şey nəzarətdədir, amma çox yəni xoşbəxtçilikdən bundan sui-istifadə demək olar minimumdur. Yəni ona görə vətəndaşlar rahatdır o barədə, təhlükəsiz məsələsi. Yəni bu baxımdan biz də Çin bizə oxşayır, mən deyə bilərəm. İstəmirəm deyim ki, biz Çinə oxşayırıq. Çünki bizə də gecə saatda, hansı saatda gəlsən ki, sən bilirsən ki, mənzil başına kifayət qədər çox rahat və təhlükəsiz şəkildə çatacaqsan. Bu məsələ var. Digər bir məsələdə isə indi hal-hazırda Çin artıq Çin dilində başlamışam sizin danışmağa. Çin belə meylənirəm. Deməli asan öyrənə bilərəm Çin dilini. Texnoloji cəhətdən kifayət qədər inkişaf etmiş ölkədir və orada belə bir qulaqlıqlar falan çıxır ki, yəni sən öz dilində danışsan və yaxud da qarşı tərəfə Çin dilində tərcümə eləyəndə tərcümədən kömək eləyir. Bu proqramlarla üzləşmisinizmi? Baxa bilmirsiniz? Yəni süni intellekt əvəz eləyəcək bu məsələlərdə ki, insan artıq heç bir dil öyrənməsin. Yoxsa yox, siz necə düşünürsünüz bir müəllim olaraq? O sual yetərincə qədər çətindir, çünki gələn insanlarda, yəni bu süni intellektdən də əvvəl Google Translate var idi, hansı bir tərcümə materiallar var idi ki, onu sığortalayırdı, edirdilər. Və yəni fikir ifadə etmək imkanı olurdu. İndi bu daha da belə deyək, biraz sürətlənibdir. Yəni süni intellektdə ən çox görülən, yəni gördüyüm bu belə bir yəni device-dır, hansı ki siz ora Çin dilində tutam ki danışırsınız. Siz Çinlisiniz, mən Azərbaycanlı. Azərbaycan dilində danışıram. Mən Azərbaycan dilində danışıram. Danışandan sonra orada knopka var, tərcümə, o deyir və siz dinləyirsiniz. Bu şəkildə, yəni hal-hazırda ən çox ondan istifadə olunur. Amma bu ilkin kontaktı qurur. Yəni münasibəti qurmaq üçün, yəni fərq etməz, dostluq münasibəti olsun, iş prinsipləri olsun, yəni ticarət məqsədləri olsun və digər məqsədlər üçün bunlar məncə biraz uzaqdır. Ona görə hal-hazırda yəni süni intellekt çalışır. Yəqin ki, nə vaxtsa gəlib çatacaq, amma o vaxtı heç kim bilmir. Nə vaxtsa deyirsiniz, bizim işimizi əlimizdə alacaq. Sizin də, mənim də ola bilər. Amma hələlik yoxsa öz rahat işimizi görək. Amma sizin sayənizdə mən artıq öyrəndim. Bunu təşəkkür eləmək istəyirəm sizə. Və mən nəyi öyrəndim ki, Çinin bir şəhəri var. Xi'an deyirlər ona. Düzgün yəqin tələffüz elədim və Yiwu şəhərləri. Orada 166 yük daşımanın anbarları var. Mən hər dəfə bu şifahi məlumatı oxuyan
öyrənəndə belə əziyyət çəkirdim ki, düzgün tələffüz eləmirəm şəhərin adlarını, amma indi artıq bilirəm. Dostlar, xatırladım ki, biz qonağımız Elcan bəydə Həsənov, Çin dili müəllimi, üzr istəyirəm, Eltac Həsənov, Çin dili müəllimi. Eltac bəy, təşəkkürlər. Minnətdaram. Buyurun. Çox xoş oldu. Düzdür, təəssüflər olsun ki, vaxtımız az oldu. Bir xeyli sualım var sizə. Ümid edirəm ki, növbətdə və yenə də sizlə görüşərik və sizə uğurlar arzulayıram. Təşəkkür, sizə də. Və siz təşəkkür eləyirəm. Çin dili maraq yaratdınız. Görüm növbəti il əgər zamanım olsa, nəsə marağım yarandı. İstərdim sizdən bərabər Çin dilini öyrənim. Hər zaman buyurun. Gözləyirik sizi. Ümumiyyətlə öz tələbələrinizə və gələcəkdə Çin dilini öyrənmək istəyən insanlara qısa bir tövsiyəniz varsa buyurun. Bayaq yenə vurğuladığım kimi sistemli olmalıdır. Yəni sistemli şəkildə məşğul olun. 1 ay, 2 ay yox. Əgər sizin məqsədiniz varsa, əyləşin, düşünün, siz bu dili öyrənmək istəyirsiniz, nə üçün öyrənmək istəyirsiniz və bu sizə nə verəcək. Əgər həqiqətən də orada cavab tapa bilirsinizsə, doğru, məqsədli cavab, o zaman minimum 1 il bu işin üzərinə düşün. Ondan sonra nəticəsinə baxın. Mikael adlı dinləyici sizə salam göndərdi. Eltac müəllim mənim ilk Çin dili müəllimim olub. Və də hal-hazırda bizi dinləyir. Biz də ona salam göndəririk. Salam göndərəm Mikaelə, bəli. Və Mikaelə də uğurlar arzulayırıq. Mütləq. Belə dostlar, sabahları yox, çünki həftənin şənbə və bazar günləri gəlir. İstirahət günləridir, istirahət eləyin. Xoş, ingilislər demişkən sizə weekend arzu eləyirik. Növbəti həftənin birinci günü bazar ertəsi eşidilmə ümidi ilə özünüzdən müğayət olun.